ildir Seymur İsayev. Utanırsan sen. Samir İsayev. Utanırsan insanları yalandan anlattığına göre. Talih Abbasov. 50% orada o sənin də Porsche'lər məsələsi var. İndi o təsdiq olunmayıb. Bilirsən də kimlərə verdiyin Porsche'lər. İndi qoy onlar şəkillərlə gəlsinlər. Həmən adamlar özləri də. Bilirsən də kimi deyirəm. Mən deyirəm, burada biz mübarizəni burada hüquqi müstəvidə kişi kimi yaparıq mübarizəni. Və əziz tamaşaçılar, dəyərli izləyicilər və Təbriz 13-də Sparkdan əziyyət çəkənlər. Mən dünən bilmişəm ki, hətta Sparkın demək Samir İsayevin, Seymur İsayevin və Nurlan Həsənov, düzdür istəyirəm, Talih Abbasovun qoçu dəstələri var. Düzdür, şəkillər var, bizə gəlibdir, amma mən buradan müraciət edirəm Spark şirkətindən zərər çəkmiş insanlara. Yəni şəkillər məndə. Demək 1, 2, 3, 4, 5. 5 nəfərin şəkili var ki, bunlar qoçu dəstələri hazırlayırlar. Düzdür, mən bunların şəklin məndə var, göndəriblər, amma hansı vətəndaşa xətər yetiriblər, zor tətbiq ediblər, hədə qorxu gəliblər, döyüblər. Müraciət edin ki, bu şəxslərin şəkillərini verim. Yox, əgər müraciət etməsəniz, mən bu qoçu dəstələrinin şəkillərini təqdim edə bilməyəcəm. Çünki nə deyim təqdim edim? Yaxşı, əlimdə fakt olmasan, sübut olmasa təqdim edə bilmərəm. Qoçu dəstələrdə vardır. Təsəvvür ki, Samir Seymur və Talih Abbasovun qoçu dəstələri, hər halda Abdin Fərzəliyev bunu bilməmiş deyil, Elgün Fətəliyev bunu bilməmiş deyil, Nurlan Həsənov daha sonra görək genişlənir. Sağlıq olsun inşallah, əziz dostlar, dəyərli tamaşaçılar, çox adamların adı çıxacaq burada. İndi görək, indi müraciətdə baş prokurora müraciət etmişik. Gəlin ki, baş prokuror bilir ki, 11 nəfər müraciət edib, cinayət işi qaldırılıbdır, istintaq gedir. Hər halda başqa məsələlər də var ki, indi elə məsələlər var, bu efirdən deyiləsi deyil, aidiyyəti orqanlara yazılı formada göndərirlər. İcra edərlər, etməzlər, eybi yoxdur. Bir şey fikirləşib, bu efir vasitəsilə onları da səsləndirərik. Əziz tamaşaçılar, dəyərli izləyicilər, bu şirkətlə bağlı, Spark şirkəti ilə bağlı, bu olmasın, digər şirkətlər olsun, zərər çəkənlər varsa yazın, 070 739 48 48 WhatsApp-ımıza yazın, efirə qoşulun və problemlərinizi səsləndirin.